Ümumiyyətlə dünyanı sən oyun kimi dərk eləməsən, uduzacaqsan. Mən yaxınlarda bir oğluma nəsihət yazmışdım öz Facebook səhifəmdə. Yazmışdım ki, oğlum, bu vicdan, ləyaqət, həqiqət, bu kimi nisbanlayışlara o qədər də ürəkdən bağlanma ki, bir gün onları bu dünyada tapa bilməyəndə ürəyin partlamasın. Daha çox oyun qaydalarını öyrən, dəngələri öyrən, dəngələri. Əgər sən döyüşdəsənsə, düşmən səni arxadan da vura bilər. Oranın qaydaları o arxadan vurmaqdır. Sən çevirib o düşmənə ləyaqət dərsi keçməyəsəksən, ehtiyatlı olmaq lazımdır. Elə ki, arxadan vurulmayasan. Vuruldun, qurtardı getdi. Nə ləyaqət, nə vicdan. Döngələri öyrən, dəngələri öyrən, döngələri öyrən. Hiyləgərliyi, vicdiyi öyrən. Amma bunu başqalarına qarşı tətbiq eləmək üçün yox. Özünü qorumaq. Müdafiə sənədlərinə çevirmək üçün. Yoxsa bu təmiz qəlblə, bu canavarların içində səni necə yeyib bitirərlər səni?